Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bugün yanvar ayının 25-idir. Qəbul imtahanınıza artıq son 21 gün qalıb. Adətən mən gün sayı deyəndə tələbələr deməli, onsuz da həyəcanlıyıq, lap da bizi həyəcanlandırırsınız ki, filan qədər gün qaldı, 20 gün, 21 gün qaldı, 23 gün qaldı. Yox, bir problem yoxdur. Əksinə, biz bu 21 günü elə qiymətləndirməliyik ki, elə faydalı formada istifadə etməliyik ki, qəbul imtahanında yaxşı bir nəticə göstərək. Bunun üçün nə etməlisiniz? Bu videoya sadəcə 3-4 dəqiqə vaxt sərf edin və əmin olun ki, çox xeyirli olacaq. Artıq sabahdan etibarən canlı yayımlara və YouTube-da dərs test izahları videoları paylaşmağa sistemli şəkildə başlayıram. Hər il olduğu kimi çoxlu sayda ödənişsiz və yaxud da kurs tələbələrimiz bu videolardan istifadə edirlər və yüksək nəticə göstərirlər. Odur ki, siz də nə etməlisiniz? Mənim dediklərimi edəməlisiniz. Birinci növbədə bu videonun aşağı hissəsinə, şərh bölməsinə həm Telegram kanalımın, həm də ödənişsiz magistr qrupunun linkini paylaşacağım. Siz bu qruplara daxil olursunuz, qruplarda bildirişlər hissəsini açıb yuxarı hissəyə bərkidirsiniz. Hazırda sizə ən lazım olan, bəli, mənim bax burada paylaşdıqlarım dərs videosu və test izahları olacaq. Odur ki, bunları bərkidirsiniz, hər an bildiriş gözləyirsiniz. Bundan əlavə, canlı yayımlar harda olacaq, neçənci günlər olacaq, videolar necə paylaşılacaq, onları deyim sizə və nələr paylaşılacaq, ən önəmli məsələ. Baxın, canlı yayımlar planlaşdırmışam ki, həftənin 2-ci, 4-cü, 6-cı günləri paylaşılacaq, yəni canlı yayımlar başlayacaq. Canlı yayımlar harda olacaq? Magistrol Tədris Mərkəzinin YouTube kanalında siz də abunə ola bilərsiniz, həmçinin mütləq abunə olub zınqrov işarəsinə vurun ki, bildirişlər gəlsin. Və mənim YouTube kanalımda, yəni Əmrah Əhməd YouTube kanalında canlı yayımlarımız olmuş olacaq. Bu iki kanalda canlı yayımlar və dərs videoları, test izahları paylaşılacaq. Bundan əlavə, hamını maraqlandıran, mən informatikadan 20-dən çox yazmaq istəyirəm. Hətta bəzi iddialı tələbələrimiz 25 yazmaq istəyir, mən də onları dəstəkləyirəm. Baxın, bu 21 gün ərzində sizlərlə nələri bölüşəcəm, bu hissədə qeyd eləmişəm. İnformatikadan 2021, 23, 24, 25, 26-cı ilin Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaqları, bilirsiniz ki, mən sınaqları verəndə sadəcə sual izah eləmirəm, ətraflı izah edirəm ki, tələbə həmin suala, bənzər sualda görsə, doğru yaza bilsin. Bundan əlavə, OTK, yəni bildiyiniz kimi OTK-da DİM səviyyəsində sınavlar təşkil edir. Oradan sınav izahı verəcəm. Qəbul imtahanına 2024-25-ci illərdə düşmüş suallarım izah olacaq. Zaten bu hər bir kanalımızda olurdu. Daha sonra Word 2019-a aid Word proqramını, yəni bütöv bitirəcəyik. Kim ki deyir, mən Word-də tab öyrənə bilmirəm. Word-də daha sonra mən əmrləri bilmirəm. 160 sual üzərindən, yenilənmiş 160 sual üzərindən Word-ü məhv eləyəcəyik. Çap məsələlərdir, əmrlərdir, qruplardır, tablardır və s. Bundan əlavə Excel proqramına aid 100 sual izahı verəcəm ki, qəbul imtahanında 3 dənə sual düşür, 100 dənə sualın izahına baxarsınız, qəbulda 3 dənə sual düz yazarsınız, əmin olun ki, el olacaq. İnformasiya təhlükəsizliyi, bildiyiniz kimi qəbul proqramı yenilənib və informasiya təhlükəsizliyinə aid mövzu var və orada dərs izahı, test izahı nəzərdə tutmuşam. Bundan əlavə elektron hökumət portalına da aid video paylaşmışam. Bu videonun gerisinə baxsanız test izahı və həmçinin dərs izahı paylaşmışam. Və əlbəttə ki, 90 sınav test toplusundan sınav izahları. Bunları da bax qeyd edəcəm və ən sonda günü təyin etməmişəm, elə təyin edəcəm. Qəbul imtahanına çox yaxın 300 sual izahını sizlərə təqdim edəcəm ki, bununla da hər şeyi təkrarlanmış olacaqsınız. Təbii ki, bunlar yenə deyirəm, videolar və canlı yayımlar şəklində olacaq. Bu informatikadan idi. Bəs məntiqdən, bilirəm, məntiq yaralı yerinizdir. 50 bal verir məntiq sizə və məntiq düşündürücü bir fəndir. Məntiqdən sizləri çox da yormaq niyyətim yoxdur. Niyə görə? Çünki bildiyiniz kimi məntiq tamamilə düşüncəyə əsaslanır. Təbii ki, mən müəyyən şeyləri canlı yayımlarda deyəcəm. Əlbəttə, bunları sürpriz kimi saxlamışam. Məntiqdən sürprizlər çox olacaq. Amma dediyim kimi, məntiq belə bir fəndir ki, istəyirəm ki, siz özünüz daha çox vaxt sərf eləyəsiniz. Ona görə çalışın, daha çox vaxt sərf eləyin. Mən də əlimdən gəldiyi qədər məntiqdən fərqli sualların izahını sizlərə canlı yayımlarda və dərs izahlarında mütləq qeyd eləmiş olacağım. Odur ki, nə edirik? Kanallara abunə oluruq, dediyim qruplara qoşuluruq və bildirişləri gözləyirik. Bəzən sizlərə vəsaitlər də göndərəcəm, yəni özümün hazırladığı. Bu sizi imtahana yaxşı bir şəkildə hazırlayacaq. Hələ ki, məndən bu qədər. Canlı yayımlarda görüşənədək özünüzə yaxşı baxın, hər birinizə uğurlar.